İslam dini hardan və nədən başlayır? Bununla bağlı danışacağıq. İslam dini Quran-ı Kərimdən başlayır və Quran-ı Kərim də ilk nazil olan Ələq surəsindən başlayır. 610-cu ildə Hira dağında Peyğəmbərimizə nazil olan ilk 5 ayədə buyurulur ki, Bismillahirrahmanirrahim. İqra bismi rabbikəl-ləzi xaləq, xaləqəl insənə min aləq. İqra və rabbukəl əkramul-ləzi alləmə bil-qələm. Oxu yoxdan yaradan Rəbbinin adı ilə. O Rəbbin ki, insanı laxtalanmış qandan, embriyondan yaratdı. Sənin Rəbbin kərəm sahibidir, kəramət sahibidir. O Rəbbin ki, qələmlə yazmağı təlim etdi. İlk nazil olan ayə bundan ibarətdir. Burada bilirsiniz ki, Quranın ilk sözü iqra, oxu əmridir. Əmr tətbiq edilir. Bilirsiniz ki, Həzrət Peyğəmbər oxumaq və yazmaq bilmirdi və Quranın da digər surələri hələ nazil olmamışdı. Və Musa Peyğəmbərin lövhü kimi onun əlinə də bir lövh verilməmişdi ki, həmin lövhdən oxumağı Allah Teala ona əmr edəydi. Bunun cavabı nədir? Bu ondan ibarətdir ki, Quran-ı Kərimin bütün ayələri Həzrət Peyğəmbərə xitab olsa da, bütün bəşəriyyətə və ələl-xüsusda birinci növbədə müsəlmanlara, möminlərə aiddir. Yəni, birbaşa Peyğəmbərə əmr olunur, Peyğəmbər ona riayət edir, bir nümunə obraz yaradır və o hökmün digər tərəfləri isə artıq bəndələrə, insanlara şamil edilir. Yəni, Quran-ı Kərimdə Allah Teala Peyğəmbərə namaz qıl, libasını təmizlə deyə əmr edirsə, bu o deməkdir ki, Peyğəmbərin ümmətinə də bu vacibdir. Ona görə oxu əmrini biz təkcə Peyğəmbərə edilmiş bir əmr kimi qəbul etməməliyik. Quran-ı Kərim bütün dövrləri və zamanları əhatə və ehtiva edən bir kitabdır. Niyə görə Həzrət Peyğəmbərdən sonra Peyğəmbər, Qurandan sonra da kitab nazil edilməyib? Bax, bunun bir səbəbi də ondan ibarətdir ki, Quran-ı Kərim bütün dövrləri, bütün zamanları içinə alır, beynəlxalq bir dəyərlərə malik olan bir kitabdır. Oxu əmri ona görə ümmət üçün əmr edilibdir. Quran-ı Kərimi oxumaq, təbii ki, İslamın ilk şərti, ilk əmri, Allahın ilk əmri, Quran-ı Kərimi oxuyub istiqaməti düzəltmək, yəni hədəfi, məqsədi, həyatda insanın yaşamaq məqsədini, istiqamətini düzgün götürmək və ondan sonra da artıq digər surələrdə qeyd edəcəyim ayələrə rəğmən, deməli, insanların elm öyrənərək həyatda bir yol seçmələridir. Quran-ı Kərimdə həmin qeyd etdiyim ayələrdə Allah Teala oxu əmrindən sonra insanın bir embriyondan, laxtalanmış qandan yaradıldığını vurğulayır. Sadəcə deyə bilərdi ki, yaradan Rəbbinin adı ilə və nə üçün Allah Teala ifadə edir ki, o insanı laxtalanmış qandan yaratdı. Quran-ı Kərim böyük fəsahət və bəlağətlə nazil edilmiş bir kitabdır ki, onun misli bərabəri yoxdur. Diqqəti məhz həmin məsələyə çəkir. Həmin məsələ nədən ibarətdir, nədən başlayır? Bu anatomiyadır. İnsanın yaradılışı, fizionomiyası, daxili aləmi, insan vücudunu öyrənən bir elmdir. Yəni, bu elmə təşviq edir Allah Teala insanları. Ziddiyyətlər və qarşıdurmalar imkan verməyib ki, dini və dünyəvi elmləri bilən bir komissiya təşkil olunub Quranın elmi təfsirini ortaya qoysunlar. Ancaq ziddiyyətli və məzhəbkeş rəvayətlər, dastanlarla doldurublar bu təfsirləri və insanları sanki irəli aparmağa yox, geri aparmağa təşviq edirlər. Təəssüf olsun ki, bunlar yoxdur, amma müəyyən müxtəlif elmi ayələrin elmi tərəflərini izah edən müəyyən İslam alimlərinin və digər qeyri-İslam alimlərinin mülahizələri, fikirləri var ki, bundan da bəhrələnə bilərsiniz. İslamın ilk təməli insanları elmə təşviq etməkdir, oxumağa təşviq etməkdir. Bəziləri bu ayənin tutumunu qısaldaraq, məhdudlaşdıraraq ancaq Quranın oxunmasına təşviq kimi qeyd edirlər. Olsunlar Quranın oxunması, Quranın elə 70% elmdən ibarətdir. Təbii ki, dünyəvi elmləri də öyrənən insan ilk növbədə Quranı oxumalıdır ki, istiqaməti düz olsun. Əgər Quranla mayalanmasa, onun istiqaməti yanlış olacaqdır. Bu bir tərəfi. İkinci bir tərəf Allah Teala'nın nazil etdiyi Həzrət Peyğəmbərə növbəti surə. Yəni, İslamın ilki bu surələrdən başlayıbdır. İslam dinini təbliğ olunmağa Allahın birbaşa vəhyi, vacib hökmlər və əmrlər ilk olaraq bu ayələrdən başlayıb, bilirsiniz. Və növbəti surə nazil oldu. Bu Müddəssir surəsidir ki, o həyəcanlanıb libasına bürünmüşdü. Orada Bismillahirrahmanirrahim, Yə eyyuhəl müddəssir surəsi nazil oldu. Ey libasına örtünüb bürünmüş Peyğəmbər, qum fəənzir, qalx, təbliğ et, xəbərdar et, bəyan et, elan et insanlara. Qeyd etdim, bunu unutmaq lazım deyil. Bu xitablar təkcə Peyğəmbərə aid deyil. Peyğəmbərin timsalında bütün ümmətə aiddir. İslam ümmətinə və ondan sonra bütün insanlara aiddir ki, insan bildiyini, doğru bildiyini, düz bildiyini, ilahidən aldığı mesajı digərlərinə ötürməlidir. Ona görə Allah Teala buyurur ki, ey əbasına bürünmüş, ya eyyuhəl müddəssir,
Qum fəənzir. Qalx, xəbərdar et, qorxut, xəbərdar et, məlumatlandır, təbliğ et və s. Bunun ərəb dilində bir çox mənaları var. Və Rabbuka fəkəbbir. Rəbbini böyük tut. Yaradanını böyük tut. İlk əmrlərdəndir. Yəni, ilk əmr Peyğəmbərədir və eyni zamanda möminlərədir. İnsanlaradır, bütün bəşəriyyətədir. Deməli, insan oxumalıdır, araşdırmalıdır, öyrənməlidir. Birinci qeyd etdik Ələq surəsində. Nədən başladı? Anatomiyadan, insanın yaradılışından. Hələ dağdan, daşdan, təbiətin yaradılışından başlamır. İnsanın yaradılışından başlayır ki, insan öz daxilini bilməlidir, özünü bilməlidir, mənəviyyatını, xilqətini, anatomiyasını, həm ruhi, həm cismi formalaşmasına bələd olmalıdır, özünü tanımalıdır. Necə ki, bir hədisdə də buyurulur ki, özünü tanımayan Rəbbini tanımaz. İnsan özünü tanımalıdır. Ondan sonra yavaş-yavaş artıq digər hökmlərə, əmrlərə keçməlidir. Buyurur, bürünüb yatmayın libasınıza. Təbii ki, bu məcazi mənadadır. Bunların hamısının əhatəli tutumları var. Bu təsadüfi bir kəlmə deyil. Əbasına bürünmüş, örtüyünə bürünmüş, qalx. Bəsit görsənə bilər, zahiri mənada deyilə bilər ki, bunun nə mənası var ki, elə birbaşa əmrdən başlaya bilərdi. Nə müraciət edir ki, əbasına bürünmüş ya bürünməmiş, bunun nə mənası var? Bunun təbii ki, rəmzi mənaları var, məcazi mənaları var. Qeyd etdim, Quran böyük fəsahət və bəlağət, xitabət elminin, necə deyərlər, təməlini təşkil edən bir ədəbiyyat nümunəsidir eyni zamanda. Ona görə buyurur ki, bizdə də, dilimizdə də müxtəlif məcazi mənalarda işlənir ki, nə oturub yatıbsan, nə bürünüb durubsan, dur, qalx, hərəkət elə, işlə, səndən hərəkət, mən Allahdan bərəkət. Bu cür terminlər var. Yəni, bunu mən loru dildə məcazi mənalarını bu cür çatdırıram ki, daha asan bir şəkildə insanlarımız bunu qavraya bilsinlər. Qalx, xəbərdar et, Peyğəmbərə buyurur ki, qalx, xəbərdar et, bildiyini təbliğ et, insanları uyar və Rabbuka fəkəbbir, Rəbbini böyük tut, Allahı yada sal, Allahı unutma, Tanrını xatırla. Bəziləri İslamın ilk əmrini ibadət olaraq gətirirlər ki, namaz qılmaq. Elə müşriklər də namaz qılırdılar. Təbii fərqi yoxdur. Tək Allaha, cüt Allaha, başqa Allahlara ibadət edirdilər. Əgər ibadət insanı həqiqətə çatdırsaydı, elə onda əqidə nə üçün lazımdır? Allahın təhliyini Peyğəmbər niyə tövhidi gətirirdi? Elə o insanlar da ibadət edirlər və yaxud da bugün buddistlər inəyə, daşa, kəsəyə, müxtəlif şeylərə ibadət edənlər var ki, onlar da namaz qılır və hətta tərki dünyalıq edib dağlara, mağaralara çəkilirlər. Deməli, ibadətin istiqaməti düz olmalıdır, əqidə düz olmalıdır. Ona görə buyurur ki, və Rabbuka fəkəbbir, Rəbbini böyük tut və siyəbəkə fətahhir. Digər hökm, libasını təmiz saxla, paltarını təmizlə. Bu çox önəmli bir gigiyenik məsələdir ki, bu bəsit görsənməsin. İslam dinində, ümumiyyətlə bəşəriyyətdə önəmli olan faktor, önəmli olan bir məsələdir. İnsanın paçlığı, təmizliyi onun cismani paçlığından başlayır. Cismən natəmiz olan insan özünü daxiləndə bir çirkli hesab edir. Bunun nəysə mən psixoloji tərəflərinə keçmirəm və tibbi cəhətdən, digər elmi nöqteyi nəzərdən insanın necə deyirlər, sağlam olmasında və sağlam bədənində də sağlam ruhun yetişməsində demək, insanın libasının öncə təmiz olması və pak olması vacib amillərdəndir. Unutmayın, bunlar Quranın ilk əmrləridir. İslamın şərti nədən ibarətdir? İslam nədən başlayır? Ona görə yanlış istiqamətə getmək olmaz. Bunları xatırladıram ki, hamı bilsin və agah olsun. Bu, Quran-ı Kərimin ilk nazil olan ayələridir. وَسِيَابَكَ فَتَحْهِرْ. Paltarını, libasını təmiz saxla, təmizlə. وَالرُّجْزَ فَحْجُرْ. Pis şeyləri tərk et. Natəmiz şeyləri, pis əməlləri, pis işləri tərk et. Məgər Peyğəmbər pis işlə məşğul olurdu? Xeyr, bayaq xatırlatdıq. Peyğəmbərin timsalında ümumi insanlara şamil edilir. Pis işləri, libasını təmizlədin, Rəbbini uca tutdun, qalxıb təbliğ etməyə başladın, pis şeyləri tərk et. Öz ixtiyarına buraxır insanın. Hələ Allah yaxşı pisi bölməyib təsnifatını. Nələr yaxşıdır, nələr pisdir. Deməli, insana ağıl verdiyinə görə Peyğəmbərin öz ixtiyarına buraxır ki, eyni zamanda möminlərin öz ağlının ixtiyarına buraxır ki, ağlınızla nə pisdirsə onları tərk edin, nə yaxşıdırsa ona əməl edin. Bax, bu əmr buna şamil edilir. Yəni, hələ təsnifata bölünməmiş, Quranın hələ ümumi 114 surə hələ nazil olmamış, Allah Teala buyurur ki, pis şeyləri tərk et. İnsan ağlı, insan şuuru öz meyarı ilə, ölçüsü ilə pisini və yaxşını ayırt edə bilər. Və ruczə fəhcur, pis şeyləri tərk et. Və lə təmnun təstəksir, təmənnasız et yaxşılığı. Yaxşılıq etmək cürbəcürdür. İnsanlar yaxşılıq edir, bəziləri müxtəlif təmənna ilə. Tutaq ki, bəziləri hətta ibadəti, itayəti, sədəqəni də təmənna ilə edirlər.
insanlardan təmənna olmasalar da Allahdan təmənna ilə edirlər. Təbii ki, zahiri mənada şəriətin qəbul etdiyi qərara görə bu məqbul ibadətdir. Ancaq bu, ariflərin və abidlərin ibadəti deyil. Həqiqi ibadət təmənnasız edilən ibadətdir. Ümumiyyətlə, insanın yaxşılıq etməsi təmənnasız olmalıdır. Sırf Allah rızası üçün olmalıdır. Daxilindən gələn hissə görə olmalıdır. Təmənna ilə edilən yaxşılıq deyil, alverdir. Artıq sən bu nəziri verirsən ki, qarşılığında da Allah sənə nəsə versin. Bu biznesdir. Bu alver və ticarətdir, bu ibadət deyil. Əsl ibadətdən söhbət gedirsə, ibadət təmənnasız olmalıdır. Allahı öz Allahlığına görə, bəşəriyyəti xəlq etdiyinə görə, insanlara bu qədər nemət verdiyinə görə xatırlayıb ibadət etmək lazımdır. Rəbbin üçün səbr et. İnsan səbirli olsun bütün fəaliyyətində, bütün həyatında, bütün təbliğatında və digər surə və ayələrdə də buyurur ki, fəsbir səbran cəmilə, hətta gözəl bir şəkildə səbr et və yaxud gələcəkdə nazil olacaq surələrdə buyuracaq ki, İnnəllaha mə'as sabirin, Allah səbr edənlərlədir. Səbr et, sonraki mərhələdə buyurur, gözəl şəkildə səbr et, yəni giləylə, güzarla, canın boğazına yığılaraq səbr etmə. Dərk edərək səbrin mahiyyətini səbr et. Və Əsr surəsində buyurur ki, وَالْعَسْرِ إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَصَّوْا بِالْحَقِّ وَتَوَصَّوْا بِالصَّبْرِ. And olsun əsrə ki, insan ziyan içindədir, xusranlıq içindədir. İllellezine əmənu, o kəslərdən savayı ki, iman ediblər və amilus salihət, salih əməl işləyirlər və təvəssab bil haqq və təvəssab bil sabr. Haqqı, həqiqəti, ədaləti təbliğ edirlər, tövsiyə edirlər və səbri tövsiyə edirlər. Demək, səbr edəcəksən, gözəl şəkildə səbr edəcəksən, Allahın səbr edənlərlə olduğuna iman gətirəcəksən və səbri tövsiyə edəcəksən. Bax, Allahın, Quranın indirdiyi ilk mesajlar, ilk əmrlər bundan ibarətdir. Bundan sonra Təkvir surəsi nazil olur. Bundan sonra digərĞaşiyə surəsi nazil olur ki, buradan da mən bir xatırlama verəcəm. 17-ci ayədən başlayaraq buyurur, Bismillahirrahmanirrahim.Ğaşiyə surəsi. Əfələ yanzuruna iləl ibli keyfə xuliqat və iləs səmai keyfə rufiat və iləl cibali keyfə nusibət və iləl ardı keyfə sutihət fəzəkkir innəmə əntə müzəkkir ləstə aleyhim bimusaytir. Əfələ yanzuruna iləl ibli keyfə xuliqat. Məgər görmürlərmi, baxmırlarmı, nəzər etmirlərmi dəvəni necə xəlq etmişik? Dəvə necə xəlq olunubdur? Bilirsiniz ki, dəvənin alimlər, mütəxəssislər bilir ki, yaradılışı digər heyvanlardan fərqlidir və onu digər heyvanlardan fərqləndirən, hətta möcüzə adlana biləcək funksiyaları vardır. Yəni, insanı bir növü zoologiya elmini öyrənməyə təşviq edir. Birincidə qeyd etdik, anatomiyanı, insanın yaradılışından danışırdı. Artıq dəvənin necə yaradılışını diqqət çəkir ki, insan bir düşünsün, təfəkkür eləsin, ağılını işlətsin. Yəni, ağılı Allah Teala işlətmək üçün verir insana, düşünmək üçün verir. Bu dahilərdən hansıdır deyir, mən qəbul edə bilmərəm ki, Allah insana bu boyda neymət ağıl versin, amma onu işlətmək qabiliyyətindən məhrum eləsin. Yəni, bu mənasız bir şeydir. Allah bir şeyi yaradıb ki, o bəhrə versin. Əgər ağılın da Allah bəhrəsinin qarşısını alacaq, sonunda Allah ağılı insanı nə üçün yaradıb? Və buyurur ki, ilk ayələrdən söhbət gedir Quranın. Dəviyə baxmırlarmı necə yaradılıb? Və ilə səmai keyfə rufiat, göyə baxmırlarmı necə ucaldılıbdır? Göylərin sirrini öyrənməyə çağırır, astronomiya çağırır. Göylərin sirrini öyrənməyə təşviq edir Allah Teala insanı. Və iləl cibəli keyfə nusibət. Dağlara baxmırlarmı necə dikəldilibdir? Geologiya, coğrafiya, dağlar, tədqiqatlar araşdıran alimlər bilir, hansı elmi sahələr var, bu sahələrə aid olan təşviq edir Allah Teala. Və iləl ardı keyfə sutihət, yerə baxmırlarmı necə döşədilib, necə ona səth verilibdir. Məhz coğrafiya ilminin təməli budur. Allah buna təşviq edir. Baxmırlarmı, quru baxmaqla bir şey olmaz ki, elə belə Allah deyir ki, onsuz da hamı görürdü də. Allah bunun fəlsəfəsini araşdırmağa təşviq edir insanı. Demir eləcə göyə, yerə bax. Onsuz da hamı yerə göyə baxırdı. Onsuz da o dövrdə müşriklər də Allaha inanırdı. Onlar da bilirdi ki, Allah yaradıb yeri göyü. Və sonunda Quranda nədir bu deyilənlər? Bu elmə təşviqdir. Düşünün, araşdırın. Bütün zamanları və dövrləri dedik ya, ehtiva edir Quran-ı Kərim. Ona görə buyurur ki, yada salır, xatırladır. Başdan dedi axı, oxu. Nəyi oxu? Nəyi araşdır? Məhz bu səhifələri, bu hikmətləri və
Nə çərçivəsində? Mizan çərçivəsində. Buyurur ki, Quranla bərabər mən mizanı indirdim. Sünnətullah, Allahın təkvini, yaradılış, idarə etmək üsulu və forması ki, bu özünün qoyduğu təbiət qanunlarıdır. Sünnət Rəsulullah, Peyğəmbərin elmi, həyatı, yaşamı, təşviqi, istiqaməti. Əba geyinib saqqal saxlaması yox. Bax, bu cür yanlış istiqamət apardılar, sünnət Peyğəmbəri belə məhdudlaşdırdılar və İslam geridə qaldı, inkişafdan dayandı. Amma halbuki sünnət Rəsulullah nədir? Elmdir. Zeyd bin Harisəni göndərmişdi ki, Süryani və İbrani dillərini öyrənsin. Salman Farsi böyük bir alim idi, çox hərbi, texniki vasitələri Həzrət Peyğəmbərin dövründə tətbiq etdi. Eyni zamanda Xəndək Savaşında, Hüneyndə onun mancanaq düzəldib, yeri qazması, xəndək və s. bu strategiyaların seçilməsində Peyğəmbərin dövründə və yanında böyük tibb alimləri, böyük sənətkarlar, şiir, poeziya, incəsənət adamları vardı ki, ərəb şiirinin o dövrdə ən yüksək bir həddə çatdığı bir dövrüdür. Tarixdə var adları bu şəxslərin. Sənət adamları vardı, mədəniyyət adamları vardı, şairlər vardı, poeziya nümayəndələri vardı, xətiblər vardı, bəlağət, fəsahət ustaları vardı. Eyni zamanda texnologiyanı o dövrün tələblərinə uyğun, indi o dövrdə nə qədər mümkün idisə, uyğun olaraq xəttatlar vardı, bu işlə məşğul olan insanlar vardı, katiblər, mirzələr vardı. Və Peyğəmbər ona görə insanları elmə təşviq edirdi ki, Çində də olsa gedin. Kağız Çindən gəlirdi o dövrdə. Və sonradan artıq bu zəlalət yolunu seçən xurafatçılar təəssüf olsun ki, orta əsrlərdə əsasən Abbasilər dövründən sonra İslamın tənəzzül dövrünü başlatdılar. Mühafizəkarlıq, radikallıq, nağılbazlıq, rəvayətbazlıq, elmi, fəlsəfəni, məntiqi, dünyəvi elmləri rədd etdilər. Qur'anın ilk əmri nə namazdır, nə oruçdur, nə ibadətdir. Qur'anın ilk əmri araşdırmaq, oxumaq, öyrənməkdir. Çünki insan imanını elmlə araşdıraraq, yəqinlik hasil edərək möhkəmləndirə bilər. Cahilcəsinə nəyəsə kör-körana iman gətirən insan səhər 2 ilə 2-nin 4 elədiyini görəndən sonra artıq 5 elədiyinə inanmayacaq. Ona görə hər kəs dini araşdıraraq qəbul etməlidir və bu mənim sözüm deyil, bu Qur'anın Allahın ilk əmrləridir. İlk surələrindəki xatırlatdığım ilk əmrləridir. Bugünkü zamanə insanının boynuna düşən vəzifə İslamı məqbul bilib qəbul etdikdən sonra oxuyub araşdırmasıdır. İlk növbədə Quran-ı Kərimi və ondan sonra dünyəvi elmləri. Çünki Quran-ı Kərim birbaşa dünyəvi elmləri yaradan və xəlq edən Allah tərəfindən nazil edilibdir. Allah Teala heç vaxt Quranı ayrı, yaratdığı digər dünyəvi elmləri isə ondan ayrı xəlq etməyib. Bu Allaha böyük bir iftiradır. Həmin elmlərin də mərkəzi, mənbəyi, mənşəyi məhz Quran-ı Kərimdir və Quran-ı Kərimi indirən Allahın alim sifətidir, xüsusiyyətidir. Bax, ona görə ilk növbədə insanlar bilməlidir ki, Qur'anın və İslamın ilk əmri elm öyrənmək, oxumaq və araşdırmaqdır.